Dostlar, salam, necəsiz? Mən yaxşıyam, sizin də yaxşı olmağınızı Allahımdan arzu edirəm. Bir çox xanımlarımızın xahişi ilə bilincik tortunun bişirilmə qaydasını, reseptini, bir də o tortun yığılma qaydasını sizə video şəklində təqdim edirəm. Buyurun, siz də baxın, görün, götürün, bişirin, mənim də canıma dua oxuyun. Ərzaqlar mümkünsə təbii olsun. Bir də soyucucudan 1 saat qabaqdan çıxardın ki, ilıq halda olsun. Deməli, neylədim burada? Yumurtadır, şəkərdir, duzdur, vanilin vururam. Vanilin də vurdum. Yağdır, çərə yağıdır. Bir də süddür. Süd də biraz ilıq halda olmalıdır. Axırda da 1 stəkan qaynar su əlavə edirəm. Yaxşı mikserlə mən bunları çalıram, qoyuram. Mətbəxdə elə 1 saat qalır. Yəni, o dəqiqə dərhal bişirmirəm. Bir də mən buna maya vurmuram, qabartma tozu, soda vurmuram. Elə bax, belə gözəl bir möhtəşəm bilinciklərim alınır. Bax, bu mən dediyim bu reseptlə. Bir də bu məhluldan 31 dənə də bilincik çıxır. Bax, belə əvvəlcə unu tökəndən sonra ehtiyatla qarışdırıram. Sonra mikserlə çalıram və səlam, hazır. Əvvəldən də tavamın da ölçüsü, diametri deməli 25 santimdir. Birinci tavanı möhkəm qızdırıram, biraz yağlayıram, qəşəng çərə yağı ilə yağlayıram. Sonra bir çömçə, bax belə dolu tökürəm, bilinciki qəşəng bişirirəm. Tez-tez də bişir, heç 1 saat çəkmədi. Mən 31 dənə bilinciki bişirdim, yığdım. Möhtəşəm gözəl bilinciklərim alındı. Şəkəri, onun əlavə içinə şəkəri, məsələn, mən 3 xörək qaşığı yox, 4 xörək qaşığı vurdum, amma 3 xörək qaşığı orada qeyd eləyəcəm də. Çünki kim istəsə şəkərini azaldıb çoxalda bilər. Bax, belə bişirdim, yığdım. Sonra bir də dəsmalın üzərinə yığıram. Üstünə də salafan örtürəm ki, bilinciklər qurumasın. Sonra başlayıram kremimi çalmağa. Kremimdəki neynirəm? Mütləq bişmiş krem hazırlayıram və ona qatlaşmış süd, yağ vururam. Neynədim? 1 stəkan süddür, 1 stəkan şəkərdir. 1 xörək qaşığı kraxmaldır, 1 xörək qaşığı da undur. Bunları birinci əvvəl quru halda qarışdırıram, sonra qoyuram, südünü də tökürəm. Yenə qarışdırıram, qoyuram peçin üstünə, bişirirəm. Bişirirəm vamodda, bir yarım saat bişməlidir. Bir də baxmaq lazım ki, un dadı gəlmirsə, deməli hazırdır. Onu da bişirdim, vanilini vururam üzərinə, bir də bir banka qatlaşmış süd, rasiyancı olsun. Mən ona elə qatdım, qoyuram bir tərəfdə soyuyur. Əvvəlcədən də deməli kərə yağını, 300 qram kərə yağını deməli qoymuşam, yumuşalıbdır. Onu birinci mikserlə çalıram, 300 qramdır orada kərə yağı. Sonra isə həmin məhlulu üzərinə əlavə eləyirəm, yaxşıca çalıram. Heç yarım saat çəkmədi. Bax, belə bir gözəl, möhtəşəm, parlaq, yüngül, belə dadı da ki, elə belə o vaxtın dondurmasının dadı. Bax, o qədər gözəl krem alındı. Bax belə, sonra başlayıram tortumuzu yığmağa. Neynədim? Çəmbəri gətirdim, 25 santim diametrində saxladım. Padnosa qoyuram, bilincik layının birini sərirəm üzərinə. Bax belə kremləyirəm. O birləri, digər bilincikləri isə çəmbərə bax belə bu şəkildə yığıram. Tərs üzü, yəni ki, çöldə pişmiş üzü çöldə qalmalıdır. Bax belə, tünc tərəfi. Bax, belə yığdım. Sonra yaxşı kremləyirəm. Mütləq kremini çox eləmək lazımdır. Ümumiyyətlə, tortlarda kremi çox bol olanda krem dadlı olur. Tort dadlı olur. Tortu dada gətirən onun kremidir. Bax, belə yığma qaydasında bax, belə eləyirəm. Deməli, layın birini qoyuram, yağlayıram yaxşıca. Orada deməli, məndə Belçika şokolatıdır, damla şokolatı, bir də banandır. 4 dənə banandır. Xırda doğramışam. İndi cəviz, fındıq, fıstıq istəyən olsa vura bilər. Mən vurmadım. Çünki bu ikisinin elə dadı o bəs eləyir də qarışdırmadım. Bax, belə dürmək düzəldirəm. Bu şəkildə. Kim istəsə, məsələn, laylay da eləyib bilincikləri kremliyib yığmaq olar. Ona 50-60 dənə bilincik lazım olacaq. Amma bunun ən gözəl qaydası elə budur. Bax, belə dürməklər düzəldirəm, yığıram. Bütün o dairəni mən doldururam həmin dürməklərlə. Yenə kremləyirəm. Yaxşıca, bolluca şokolad damlası, bir də banan qoyuram içinə, qəşəng bükürəm, yığıram. Yenə onun üzərinə kremləyirəm. Kremləyəndən sonra bu 2 dəfə, bax belə gedir, 2 cərgə olur bu
məsələn dürməkləri qoymaqda. Yəni çünki tortun hündürlüyünü də almalıyıq. Bu 2 cərgə oldu, bəs eləyir. Sonra bax belə yenə kremlədim. Başlayıram bax belə yığmağa. Biraz başını bax belə büzürəm. Blenciklərin uclarını büzüb qoyuram ki, belə forması yaxşı olsun. Bax belə axşamdan hazırlayıram, qoyuram soyuducuya. Soyuducuya qoyuram, bərkiyir. Səhər durub götürürəm onu. Çəmbəri ehtiyatla çıxardıram. Sonra ona məsələn nə istəsən bəzək verə bilərsən. Məsələn üzərinə şokolad bişirib tökə bilərsən. Misal üçün da belə başqa ona nə bəzək, ancaq şokolad tökmək olar. Məsələn qoz fındıq zət belə şeylər olar. Qoydum soyuducuya, çıxartdım. Deməli şokolad damla şokoladımdan qalmışdı. Tavaya tökdüm, biraz da süd tökdüm tavaya. Bax belə əritdim. İstədim ki, bax belə elə o yüz belə şeyliyim. Nədir, gəzdirim kremi. Gördüm ki, bərk oldu. Ona görə götürdüm elə damla şəklində tortun üzərinə vurdum. Yəni kim necə istəsə bəzəyə bilər. Əsas tortun mən qaydasını göstərə bildim. Yığılma qaydasını da göstərdim. Vəssalam, iç görünüşünü də indi göstərim. Bax, bu da bunun iç görünüşüdür. Vəssalam, tortumuz hazır. Gözəl, mükəmməl, möhtəşəm bir tort oldu. Siz də bişirin, yeyin. Çox